Xəstə bağçısı işi də var yoldaşlar. Xəstə bağçısı işi də var. Misal üçün, 2 dənə variantdan bəhs etmək istəyirəm mən sizə. Biri 75 yaşlı qadına lazımdır baxıcı yoldaşlar. Qalmağa evlə də təmin olunursunuz. Əmək haqqı da razılaşma yolundadır, novxanda olmalıdır. 35-55 yaşlı bir şəxs olmalısınız. Baxıcı işi 45 yaşlı bir kişi xeylanına da lazımdır yoldaşlar. Yatılı xəstə deyil, təkdir, həm də müalicə alır. Vaxtı-vaxtında yeməyini, təmizliyi olmalıdır. Təmizkar xanım olmalıdır yoldaşlar. 30-50 yaşlı bir şəxsinizsə, hər gələndə də 20 manat ödənilmə bilər. Həftədə də 3-4 dəfədir yoldaşlar. 9-dan 6-ya kimidir. Daha doğrusu 16-dan 10-a kimidir. Yəni, səhər saat 9-dan günorta 4-ə kimi olan bir işdir. Bu da Həzrəslon metrosunun yaxınlığındadır. Digər xəstə bağçı işlərlə də tanış olmaq istəyirsə və yaxud da bunlara müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlü iş tapmaca çətini çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəb adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.